Deməli uşaqlar, bu günlərim modal feillər mövzusuna aid olan məsələlər haqqında danışacağıq. Deməli, modal feillər mövzusunda əslində e, yeni test toplusunda düşən suallarda tərcüməyə daha çox yer veriblər. Sadəcə olaraq indi burada bir neçə məsələ var ki, onlar haqqında qısa qeyd edəcəm. Nədir bunlar? Birinci növbədə modal feillərdə ən vacib məsələlərdən biri modal feillərin mənasının bilinməsi. İkinci məsələ isə modal feillərin düzgün yazılışının bilinməsi. Düzgün yazılışı deyəndə nə nəzərdə tutulur? Düzgün yazılış deyəndə məsələn can, could, may, might, must, need, should. Bu modal feillərdən sonra to işlənməz. Birinci vacib olan şey budur. Yəni can'dən sonra to işlənmir, could'dan sonra to işlənmir, may'dən sonra to işlənmir, might'dan sonra işlənmir, must'dan sonra işlənmir, need'dən sonra işlənmir və should'dan sonra işlənmir. To nədən sonra işlənə bilər? Ought to be able to, have to, has to, had to. To bunlardan sonra işlənə bilər. Bunlar haqqında danışmışıq. Sadəcə indi testi yenidən başlayırıq izahat deyə, test izah edəcəyik deyə. Ona görə yenidən bir daha deyirəm. Have, has, had. To'dur da, düzdürmü? Have to, has to, had to. Və bunlarda ən vacib yadda qalması üçün ən lazımlı şey nədir? Have ilə to'nun arasında söz girməz. Ən rahat yadda saxlamanın qaydası budur. Yəni have to'nun sualı və inkarı özülə düzəlmir, qısaca. Ona görə də bunun ən rahat variantda deyirəm ki, uşaqlar have ilə to'nun arasında heç nə girməz. Yəni not da girməz. Məsələn, haven't to, hasn't to, hadn't to olmaz. İkincisi, məsələn, they have to study. Sual verəndə have they to study deyə bilməzsən. Bunu da yadda saxlamanın rahat yolu odur ki, baxın, have ilə to'nun arasına görürsən söz girib. Yəni they girib. They giribsə demək bu nədir? Səhvdir. Haven't to, have ilə to'nun arasına nə girib? Not girib. Demək bu da səhvdir. Düzgün necə olmalıdır? Do they have to olmalıdır. They don't have to olmalıdır. Yəni have to'nun sualı inkarı ilə düzəlməlidir. Do, does, did-lə düzəlməlidir. Bunu yadda saxlamaq lazımdır. Has to-da da eyni şəkildə idi. Has to-nun da sualı inkarı does-la düzəlmiş olacaq. Məsələn, deyək ki, he has to study, does he have to study, he doesn't have to study şəklində olacaq. Had to da did-lə olacaq, yəni have-ə qayıtmış olacaq. Bu bir məsələ. İkinci məsələ, to be able to da vacib olan şey nədir? Am are able to bərabərdir can-ə. Was were able to nəyə bərabərdir? Could-a. Yəni bilmək, bacarmaq deməkdir. Qabiliyyət baxımından bilmək, bacarmaqdan söhbət gedir. Will be able to fikir verəcəyimiz şey nədir? Will-dən sonra be-nin və to-nun gəlməsi. Yəni will-dən sonra be, daha sonra able, daha sonra to-nun işlənməsi. Yəni won't be able to, yəni orada be və to-nun işlənməyini fikir verin. Çünki testlərdə will be able verirlər, to-nu vermirlər. Və yaxud da will able to verirlər, be-ni vermirlər. Ona görə diqqətli olmaq lazımdır. Daha sonra may-in mənası bilirik ki, icazə mənasındadır. Uşaqlar, can-in mənası bilmək, bacarmaq, qabiliyyət baxımından bilmək, bacarmaqdır. Amma can, icazə və ehtimal mənasında may-in sinonimi kimi işlənə bilər. Bir daha deyirəm, can, may-in sinonimi kimi işlənə bilər. Yəni icazə və yaxud da ehtimal mənasında. May I use your pen? Can I use your pen? İkisini deyə bilərsən. Mən sənin qələmini istifadə edə bilərəmmi? Və yaxud da may ilə də can-ə deyə bilərik. Və yaxud da ehtimal mənasında the dog may bite you. İt səni dişləyə bilər, ehtimal. Be careful. The dog may bite you. İt səni dişləyə bilər. May də deyə bilərsən orada, can də deyə bilərsən. Bir də testlərdə must, have to, ought to, should bir-birinə bərabər götürülür. Amma əslində bir-birinə bərabər deyil. Əslində have to ilə must bir-birinə bərabərdir. Malı məli, qətiyyət bildirir, məcburiyyət bildirir. Ought to ilə should bir-birinə bərabərdir. Bunlar isə nə bildirir? Tövsiyə bildirir. Düzdürmü? Ought to ilə should tövsiyə, gərək deməkdir. 30-40% məcburiyyət var. Ought to da, yəni bunu gərək edəyəsən. Gərək dərsə qulaq asasan. You should listen to lesson carefully. Gərək dərsə diqqətlə qulaq asasan. Bu should-dur, ought-dur. Must-da isə etməlisən. Yəni etsən yaxşı olar demək deyil də, etməlisən. Need var. Need-in də sualı inkarı özündən düzəlir. Need-dən sonra V1 gəlir. He need. Məsələn, needs olmadı. Need həm də əsas feil kimi olur. Əsas feil kimi onda zamana görə dəyişir. Özündən sonra gələn feil to ilə olur. Amma modal feil kimi onda özü ilə düzəlir sualı inkarı. Qısaca bu haqda danışmışdıq. Xatırlatmaq üçün bir daha dedim. İndi gəlirik suallara. Suallarımızda birinci növbədə modal feillərdə vacib olan şeylərdən biri nədir? Modal feilin düzgün yazılışının bilinməsidir. Düzdürmü? Birinci növbədə modal feilin düzgün yazılışı. Deməli, modal feilin düzgün yazılışında məsələ nədir? Məsələ budur ki, ought-dan sonra bilirik ki, nə gəlməsi lazımdır? To gəlməsi lazımdır. Ona görə bir səhvdir. Cümlədə zamana baxırıq daha sonra. Zamanımız görə hansı zamandadır? Zamanımız indiki zamandadır. İndiki zamandadırsa demək ki, pul keçmiş zamanda da uyğun gəlməli. Nə deyir cümlədə?
I must finish the work in time because it's very important for me. Mən də işi vaxtında bitirməliyəm. Çünki o mənim üçün vacibdir. Bitirməliyəm nədir? Must'dır. Ona görə cavab oldu must. 2-də was able'ın to'su yoxdur. Diqqət yetirsinizsə. Hadn't to diye bir şey yoktu. Uygun gəlmir. Cümlə keçmiş zamanda diye can indiki zamanda uygun gəlmir. Could'la couldn't qaldı. Məntiqlə də fikir verdiyimizdə cümlələr nə deyir? Cümlənin because'dan sonraki hissəsində deyir ki, it was too difficult for me. Bu mənim üçün çox çətin idi. Çətin idisə I could translate yoxsa I couldn't translate olar. I couldn't translate olmuş olar. Növbəti sualda have'in nə yoxdur? To'su yoxdur. Yəni haven't to olmur. Sual özündən düzəlmir. Yəni have'in to'su var daha doğrusu. Haven't to özündən düzəlmir. Will'in be'si yoxdur. Burada to var. Will'in be'si yoxdur. Won't be be'si yoxdur. Should'la da to işlənmir. Ona görə qalır cavabımız D variantı. Daha sonra növbəti sualımızda any var. Any bilirik ki, inkarda işlənir. Any inkarda işlənirsə, deməli cümlədə was able'ın to'su yoxdur. Həm Will'in be'si yoxdur. Won't'un be'si yoxdur. Am able'ın to'su yoxdur. Qaldı cavab A variantı. Növbəti sualda to var. Nə olmur? Must'la to işlənmir. Düzdür mü? Daha sonra deməli must'la to işlənmir. Hasn't to olmur. Düzdürmü? Hadn't olmur. Sonra can'la to işlənmir. To işlənən bir dənə variant hansı olmuş oldu? Had. Daha sonra növbəti sualda hadn't to olmur. Düzdürmü? Won't be able to be'si yoxdur. Will be able to be'si yoxdur. Cümlə hansı zamandadır? Came. Keçmiş. Come'ın keçmişi də came. Düzdürmü? Must indiki zamanda uyğun gəlmir. Qaldı Y variantı. Qulaq asın. Must'la to işlənmir. Getdi. Sonra you cəmdir. Cəm isə has əvəzində necə olmalıdır? Have olmalıdır. Sonra won't be able to be'si yoxdur. Will be able to be'si yoxdur. Qaldı cavab nə variantı? C variantı. Düzgün yazışa fikirmək lazımdır. Bir daha deyirəm. Should'la to işlənmir. Haven't to olmur. Düzdürmü? İndi cümlə nə deyir? You mustn't bring liquid on the plane. Nə demək mənası? Sən deyir təyyarəyə maye götürməməlisən, aparmamalısan. Sən təyyarəyə maye aparmamalısan. Mustn't olmuş olur. Daha sonra haven't to olmur. Düzdürmü? Bu getdi. Daha sonra variantlara baxsaq, must'la bayaq dedik ki, should bir-birinə bərabərdir. Onlar ikisi bir-birini aparanda cümlədə yenə are able to qalır. Are able to bilmək, bacarmaq deməkdir. The little ones shouldn't spend so much time on their smartphones as it's very harmful. Nədir orada? Balacalar telefonda çox vaxt keçirməməlidirlər. Çünki bu onlar üçün necədir? Zərərlidir. Yəni tövsiyədir. Shouldn't. Keçirməməlidir. Tərcümədir. Sonra gəldik bura. Hadn't to diye bir şey yoxdur. Çünki have to'nun sualın inkar özündən düzəlmir. Wasn't able'ın to'su yoxdur. Didn't have'ın da to'su yoxdur. Cavab oldu nə? 1 ilə 3. Variant olarak 1-3 hansı variantlardırsa o variantı götürəcəyik. Görək 1-3 hansı variantlardır? 1-3 demək C variantındadır. Cavab oldu C variantı. Növbəti sualda to var. Need-lə bilirik ki, to işlənmir. Sonra hasn't to diye bir şey olmur. Hasn't to bir də to olmaz. Təzədən qayıdıb. Doesn't have to qaldı. Bir də has to qaldı. Cümlələr nə deyir? Sofyanın qarajı, avtomatik qapısı var. Ona görə də o maşından düşməməlidir. Yəni düşməyə ehtiyacı yoxdur. Doesn't have to. Düşməyə ehtiyacı yoxdur. Yəni C variantında deyir düşməlidir, amma D variantında deyir düşməməlidir. Düşməyə ehtiyacı yoxdur. To var. May, need, should, must. Bunlarla to işlənmir. Qaldı have to. Növbəti sualda haven't to olmur. Don't have'ın nəyi yoxdur? To'su yoxdur. Sonra we ilə has əvəzə necə olması lazım idi? Have to olması lazım idi. Bu da getdi. Are able'ında to'su yoxdur. Qaldı cavab nə? B variantı. Növbəti sualda yenə have'in to'su yoxdur. Düzdürmü? Məntiqlə baxdığımda uşaqlar biz dedik ki, can'lə may sinonim kimi işlənə bilir də, düzdürmü?
İndi cümlədə deyir ki, bizim mədəniyyətimizə nə etməliyik? Hörmət etməliyik, yoxsa etməməliyik? Etməliyik, must. Yəni tərcümə də hamısı uşaqlar. Respect hörmət etməkdir, tradition ənənə. Yenə can-la to işlənmir, might-la to işlənmir, have-in to-su yoxdur. Yenə qalır tərcüməyə. Tərcümədə nə deyir cümlədə? Anam deyir, çox yorğun idi. Mən ona kömək etməliydim. Can, to var, can-la to işlənmir, must-la to işlənmir, may-la to işlənmir, haven't to özü ilə düzəlmir, qaldı had to. Görürsünüz variantlarını təəccüblə. To var, yenə must-la, should-la, can-la to işlənmir. Sonra have to özü ilə düzəlmir, qaldı have to. Növbəti sualda have-in yenə to-su yoxdur. Sonra haven't to olmur. Sonra should-la must bir-birinə bərabərdirsə, should not-la da must not bir-birinə bərabərdir. Düzdürmü? My friend is very reliable. Reliable nə deməkdir? Rely nə deməkdir? Rely on. Etibar etmək. Reliable nədir? Etibarlıdır. Mən ona bütün sirlərimi danışa bilərəm. Can. Sonra burada yenə baxırıq. Am able-ın nəyi yoxdur? Tusu yoxdur. Might'ın tusu olmamalıdır. Was able-ın tusu olmalıydı. Could-dan da tu işlənməməli. Qaldı cavab can. Növbəti sualda deməli has-in tusu yoxdur. Hasn't to özü ilə düzəlmir. İndi cümlədə nə deyir? He is so careless. Careless nə demək? O çox diqqətsizdir. O imtahanda necə olmalıdır? Diqqətli olmalıdır. Olmalıdır nədir? Must. Növbəti sualda will'in nə yoxdur yenə də? Will be able to. Will be able to. Nə yoxdur? B'si yoxdur. Deməli, qalanda yəqin ki, tərcümə olacaq. Cümlədə deyir ki, belə variantla çıxsa, bax, can-lə am able to bir-birinə bərabərdirmi? Have to ilə də must bir-birinə bərabərdir. Demək, B ilə D bir-birinə bərabərdir. Düzdürmü? Can-lə am able to bərabərdir. Have to ilə də must bir-birinə bərabərdir. Sinonimdir. Yenə də tərcümə lazım olacaq. Deyir ki, I can't give the letter to you. Mən məktubu sənə verə bilmərəm. Mən onu şefin özünə verməliyəm. Must. Yəni tərcümədir. Növbəti sualımız 22-ci sual. Yesterday keçmiş zamandır və ikinci tərəfdə to var. Biz əsas baxacağımız şey nədir? Cümlədə eyni varmı, to varmı? Bunlara fikir vermək lazımdır. Cümlədə to var. To varsa could-la to işlənmir. Düzdürmü? Eyni də nədə işlənir? İnkarda. Və burada inkar yoxdur. Qaldı cavab nə variantı? C var. İnkar olmazsa o en iyi saklıyor. Hı? Cümlede inkar olmazsa Cümlədə iki inkar olmalı deyil. Düzdür, amma bu iki inkar demək deyil axı. Cümlədə iki inkar olmalı deyil. Amma en iyi inkar deyil axı. O inkarda işlənir. Sonra gəldik bura. To var. Bax ki, to var. Eni inkar deyil. İnkarda işlənir. To var. Bax can-lə to işlənmir. Düzdürmü? Could-la to işlənmir. Could-la to işlənmir. Hər iki tərəfdə to var. Gördünüz, bunları çıxdım variantdan. İndi will'in də nə yoxdur? Be able to olmalıdır. Qaldı cavab nə? A variantı. Növbəti sualda. Bax, indi diqqətli olun. Məsələn, bax, belə bir dənə sual cümlə deyim. You had to drive. Məsələn, bunun sualını biz belə verə bilərikmi? Had you to drive. Demişdik ki, had-lə to-nun arasında heç nə girməz də, düzdürmü? Yəni, had to-nun sualı özülə düzəlməz demişdik. Bunun sualı necə düzəlməlidir? Did you have to drive? Belə olmalıdır, hə? İndi yaxşı, onda had you to, onda səhvdir də, hə, uşaqlar? Had you to səhvdir. Sonra nə səhvdir? Did you have, nəyi yoxdur bunun? To-su yoxdur. Qaldı cavab nə variantı? 2 və 3. Daha sonra
Və burada but var. Burada da does var. Deməli, birinci tərəf necə olmalıdır? İnkar. Özdə elə bir inkar olmalıdır ki, onun inkarını ilə düzəlsin. Doesn't-la düzəlsin. İndi burada does'dırsa, əvvəldə nə olmalıdır da? Doesn't. Doesn't hardadır var ya? Burada didn't-dır. Baxın, bir-birinin əksi olmalıdır da. Didn't, elədirmi? Didn't-dırsa, o nə deməkdir? O deməkdir ki, bundan əvvəlki cümlə təsdiqdədir. Özdə elə bir təsdiqdir ki, həmin şeyin inkarı didlə düzəlsin. Başa düşdünüz nə dedim? Bax, məsələn deyək ki, bax belə bir dənə şey deyim sizə. Burada but verilib. Burada doesn't verilib. Əvvəldə nə var demək ki? Əvvəldə elə bir dənə şey var ki, onun inkarı does'la düzəlir. Demək, nə olmalıdır əvvəldə? Has to olmalıdır. Qəşəng. Burada but var, burada don't var. Demək, əvvəldə nə olmalıdır? Have to. Deməli, burada but var, burada didn't var. Əvvəldə nə olmalıdır da? Had to. Yaxşı, burada but var, burada couldn't var. Əvvəldə nə olmalıdır da? Could olmalıdır. Və bunlara diqqət yetirmək lazım, uşaqlar. Düzdürmü? İndi yaxşı, burada did varsa, burada but varsa, əvvəldə nə olmalıdır da? Didn't have to. Düzdür? İndi gəlin sualımıza bir daha baxaq. Didn't varsa, deməli əvvəldə nədir? Əvvəldə nə var demək ki? Didn't varsa, əvvəldə nə var? Deməli, təsdiqdir və inkarı ilə düzəlir. İnkarı didlə düzəlir. Hansının inkarı didlə düzəlir? Had to'nun inkarı. Düzdürmü? İndi gəlirik bura, 27-ci sualda. Biz dedik ki, have ilə to necə olması lazım uşaqlar? Test olmamalıdır. Yəni yan-yana olması lazımdır. Bax, had var, to var. Yan-yanadır mı? Xeyr, getdi. Had to yan-yanadır mı? Yan-yanadır. Had to yan-yanadır. Have ilə to'nun arasında söz var. Demək, bu səhvdir. Cavab oldu nə? 2-3. Növbəti sualda had var, to var. Yan-yanadır mı? Yan-yanadır. Have var, to var. Yan-yana deyil. Had var, to var. Yan-yana deyil. Sonra had to yan-yanadır. Cavab oldu nə? 1 və 4. Deməli, gəldik bura. Deməli, cümləmizə fikir verin. Haven't to olmur. Wasn't able to'su yoxdur. İndi biz bayaq nəyə bərabər demişdik? Bax, bayaqlar biz dedik ki, bax, was able to nəyə bərabər demişdik? Bax, bura baxın. Was able to nəyə bərabərdir? Could-a bərabər demişdik də, hə? İndi demək, burada was able to nəyə bərabərdir? Could-a. Onda aynən eyni şeydir, qaldı C variantı. Tərcümədə nə deyir? Mən deyir, qalxmağa çalışdım, lakin hərəkət edə bilmədim. Var kitabda. Has to. Has to. Necədir burada? Kitabda yoxdur. Ha. Has to. Necədir? Arasında söz gelir. Demək, bu səhvdir. Had to. Necədir? Yan-yana. Had to. Necədir? Arasında söz. Have to necədir? Yan-yanadır. Has to yan-yanadır. Demək, cavab oldu nə? Görürsünüz, nə tər sadəliymiş. Daha sonra had to yan-yana deyil. Demək ki, səhvdir. Had to yan-yanadır. Demək, düzdür. Had to yan-yana deyil. Demək, səhvdir. Have to yan-yanadır. Daha sonra have to yan-yanadır. Cavab oldu nə? 2, 4, 5. A variantı. Növbəti sualda burada could var. Burada da but var. Demək, əvvəldə nə olmalıdır uşaqlar? Couldn't. Couldn't hansı variantdadır? Cümləyə baxırıq. Bax, will be able to. Düzgün yazışı buydu da, hə? Will be able to. Sonra was able to. To'su yoxdur. Cümlə hansı zamandadır was? Keçmiş. Has to hansı zamandadır İdris? Has to hansı zamandadır? İndiki uyğun gəlmədi. Will hansı zamandadır? Qaldı cavab nə variantı? D variantı. İndi bax, burada but var. Burada da nə var? Did var. Demək, əvvəldə nə olmalıdır da? Didn't olmalıdır. Didn't olan variant hansıdır? Y variantı. Burada didn't var. Bildiniz, niyəsini bildiniz də. Burada diddirsə, əvvəldə nə olmalıdır? İnkar. Özdə necə inkar olmalıdır? Əli. Necə inkar olmalıdır? Didlə düzələn inkar olmalıdır. İndi burada didn'tdır. Demək, əvvəldə nə olmalıdır? Təsdiq olmalıdır.
Özdə elə bir dənə təsdiqdir ki, həmin şeyin imkanı düzəlməlidir. Didlə düzəlməlidir. Məsələn, could olsa nə olmalı idi? Couldn't. Was able to olsa necə olmalıydı? Wasn't. Amma had to olsa nə olmalıydı? Didn't. Yatma. Deməli, cümlədə yəni hadn't to-nu çıxdıq variantdan. Won't be able to, be-si yoxdur, çıxdıq variantdan. Bax, indi burada cümlədə zaman anlayışı yoxdur da, hə? İndi is able to nəyə bərabərdir uşaqlar? Can-ə. Can-ə da. Is able to can-ə bərabərdir də. Unutdunuz yəni. Bax, is able to nəyə bərabərdir? Can-ə. Was able to nəyə bərabərdir? Burada. İndi burada zaman anlayışı yoxdursa, can-in keçmişi nədir? Could. Has to-nun keçmişi nədir? Had to. Düzdür? Onda belə çıxır ki, aynən bir-birinə bərabərdir. Hə? Onda qalır cavab nə? Amma bu tərcümə ilə tapılmalıdır əslində uşaqlar. Mən sizə indi ən əlacsız variantı deyirəm. Yəni tərcümədən kənar necə demək olardı. Amma daha cümlədir də. Nə deyir orada? John deyir, qapını deyir, dartaraq aça bilmədi. Ona görə də, ona görə də deməkdir. Ona görə də nə etməli idi? Push, itələmək, pull dartmaq, itələyərək açmalı idi. Gəldi bura, but var. Burada doesn't var. Deməli, əvvəldə nə olmalıdır uşaqlar? Əvvəldə necə olmalı? Təsdiq və necə təsdiqdir, Fəxri? Necə təsdiqdir? Doesn't varsa necə olmalıdır? Deməli, orada nə deməkdir? Deməli, doesn't varsa o nə deməkdir? Ondan əvvəlki cümlə necədir? Təsdiqdir. Özdə elə bir dənə təsdiqdir ki, həmin şeyin inkarı doesn't-la düzəlsin. O da has to-dur da demək ki. Geri qalan inkarı özünə düzəlir. Should, shouldn't olur, can, can't olur, may not olur, must, mustn't olur. Növbəti keçdik suala. Deməli, bu sualda to var. To varsa can-lə to işlənmir. Will-in B-si yoxdur. Need-lə to işlənmir. Yəni, need-lə to işlənir, amma əsas fe'l kimi onda, modal fe'l kimi onda to işlənmir. Should-lə to işlənmir, qalır cavab 2 ilə 5. Bu sualda problem var. Yəni cavab böyük ehtimal ki, B veriblər yəqin ki, amma səhv veriblər. Yəni 2, 4, 5 yox, 2, 5 olmalı. Sualda problem vardır. Çünki 4-də axı B yoxdur, bilin B'si yox. Sualda səhvlik var. Deməli, gəldik bura. Don't have-in to'su yoxdur. Düzdürmü? Biz bayaq dedik ki, must, should, have to, ought to bir-birinə necədir? Bərabər idi də, hə, məntiqlə. Düzdür, tam bərabər deyil, amma testlərdə bərabər götürülür. Tərcümədə nə deyir? It's forbidden. Forbidden nə deməkdir? Qadağan edilir. Bu qadağan edilibsə, maşın burada park etmək olar, yoxsa olmaz? Onda etməməlisən də. Etməməlisən nə olar onda? Mustn't. Məntiqlə mustla should bir-birini aparır. Eyni modal fe'lin təsdiqi və inkarı var. Təsdiqlər bir-birini aparır, qalır inkarı. Gəlirik bura. Eyni tipdə sualdır. Haven't to yazılışı səhvdir. Bax, indi məntiqlə 2 ilə 5 bir-birinə bərabərdir. Kəmləmək. İndi cümləyə deyir ki, it's not allowed. Bu icazə verilməyib. Allow nə idi? İcazə vermək. Forbid nədir? Qadağan etmək. Not allowed nə olurunda? İcazə verilməyib. İcazə verilməyibsə nə olurunda? Qadağan edilib deməkdir də. İcazə verilməyibsə, sən muzeyin içində şəkil çəkə bilərsən, bilməzsən. Onda mustn't olar, bir də can't olar da. Cavab oldu nə? 1 və 4. Gəldik növbəti suala. Were able to'su yoxdur. Are able to'su yoxdur. Cümlədə keçmiş zamandadır. Keçmişsə can də çıxdım. Nə deyir orada? There was a bridge over the river. Çayın üzərində körpü var. Ona görə də biz asanlıqla keçə bildik, yoxsa bilmədik? Bildik. Bildiksə could olar. Cümlədə baxırıq, should-la to işlənmir. Düzdürmü? Can't-lə am not able to bir-birinə bərabərdirmi? Am able to bərabərdirsə, am not able to-la can't bərabərdir. Hə? Cümlə hansı zamandır indi ki, had to keçmişdi, çıxdıq bu variantdan. İndi ikisi də bir-birinə bərabərdirsə, qalır cavab deyil. Görək elədi mi? Həqiqətən də elədi mi? It's very noisy. Çox səs-küylüdür. I can hear what you are talking about. Ha, burada yox, mən nəzərdən qaçırmışam uşaqlar. Am not able-nun to'su yoxdur. Mən bu nəzərdən qaçırmışam. Səhv dedim azcıqlar. Deyirəm, uyğun gəlmədi. Hə, burada am not able-nun to'su yoxdur uşaqlar. Əgər to'su olsaydı, hə, onda o variantla çıxmaq olardı. Tərcümə iləndir. It's very noisy. Çox səs-küylüdür. Mən sənin nə danışdığını eşidə bilmirəm. Bilirəm olmaz. Yəni, Y variantı
yazılışı səhvdir, yəni mən yazılışa baxmadım. Deməli, cümlədə nə deyir? Were keçmiş zamandadır. Keçmiş zamandadırsa, onda can indiki çıxdı. Were able-un tusu yox çıxdı. Aren't able-un da tusu yox çıxdı. Cümlədə nə deyir? The question was so easy that sual elə asan idi ki, we couldn't answer them quickly. Biz ona tez cavab verə bilmədik, yoxsa bildik? Bildik olar. Gəldik növbəti suala. Will be able nə yoxdur? To yoxdur. Will be able be yoxdur. Haven't özündən düzəlmir. Am able-un da to'su yoxdur. Qaldı cavab verin. Gəldik növbəti suala. Had to yan-yanadır. Hadlə to'nun arasına söz girib səhvdir. Have-lə to'nun arasına söz girib səhvdir. Had to yan-yanadır. Yəni söz girib səhvdir budur ki, yəni cümlə düzdür, sadəcə modal deyil. Yəni modal olsaydı have-lə to yan-yana olmalıdır. Yəni əsas feildir oradakı have. Deməli, növbəti sualda to var. Görürsünüzmü? To var. Have to'nun sualı üzrdən düzələrmi uşaqlar? Getdi. Haven't to olarmı? Getdi. Could'la to olarmı? Bax, could verib. Məsələn, belə deyək də, you could miss. Məsələn, bu sualını verəndə could you miss deyirsən də, düzdürmü? Miss'in qabağı to olarmı? Ona görə bunda nə edirik? Çıxırıq. Deməli, A, B, C deyil. Hər iki tərəfdə to var. Yadda saxlayırıq. Hər iki tərəfdə to var. Deməli, have you to olarmı? Y variantında. Olmaz. Qaldı cavab nə variantı? B variantı. Gəldik, eyni tipdə sualdır. Have you to. Have to'nun sualı üzrə düzələrmi fərqli? Have-lə to'nun arasında söz girməz. Düzdürmü? Daha sonra haven't to olarmı? Olmaz. Need'in inkarı özü ilə düzəlib sonra necə feildir? Need'in inkarı özündən düzəltib necə feildir uşaqlar? Modaldır. Need'in inkarı özündən düzəltib ondan sonra to gəlmir. Yəni need'dən sonra to gəlmir. Sonra nə gəldi? Had you to olarmı? Olmaz. Çünki had to'nun sualı özündən düzəlmir. Qaldı cavab nə variantı? B variantı. Gəldik növbəti suala. Had you to olarmı? Belə deyək də biz bayaq dedik də bir daha deyirəm. You had to write. Bunun sualını verən necə deyərsən? Yəni belə bir şey olar mı? Had you to write olar mı? Biz necə olar dedik? Bu olmaz dedik da. Necə olmalıdır? Did you have to? Ona görə had to olmaz. Did you have-in də nəyə yoxdur? To'su yoxdur. Qaldı 2 ilə 3. Növbəti sualda. Neither did. Bu so do I, neither do I tipli cümlələrdir. Bu mövzunu hələ keçməmişik biz. Sadəcə belə bir şey deyim. Neither did verilməyi o deməkdir ki, bundan əvvəlki cümlədə didn't var deməkdir. Didn't olan variant hansıdır? C variantı. Bunun qaydası nədir uşaqlar? Məsələn, qaydası sizə qısa şəkildə belə deyim. Düzdür, bu mövzunu ayrıca keçəcəyimiz mövzudur. Məsələn, deyirəm ki, he can swim. Cümləmiz necədir? Təsdiqdir də, hə? Təsdiqdir. İndi buna münasibət bildirəndə uşaqlar, təsdiqdirsə əgər, münasibət bildirsək təsdiqə, o zaman nə ilə münasibət bildirərik? So ilə. So can I. So can she. So can we. Yəni burada sualı nə verə bilərik birinci cümləyə? Can-lə. Can-lə verə bilərsə, burada can-i qoyuruq, başqa şəxsdə gətirib qoyuruq. İndi bir də belə deyirəm. He can't swim. Əgər bu cümləmiz inkardırsa, o cümləyə münasibət bildirmək istəyiriksə, onda necə olacaq? Neither can, məsələn, I, o üzə bilmir, həmçinin mən də bilmirəm, həmçinin she də bilmir, həmçinin we də bilmirik, yəni biz də bilmirik, onladır. Yəni, burada neither can verilməyi hansı halda ola bilirdi? Əvvəldə nə olarsa, can't olarsa, neither can olarsa, əvvəldə can't olarsa, so can olarsa, təsdiq olarsa. İndi bu cümləmizdə bizim neither did veribsə, demək əvvəldə nə var onda? Yox, did varsa əvvəldə nə var onda? Didn't var. Başa düşdün? Yəni didin inkarı var deməkdir də orada. Yəni neither did verilmək o deməkdir ki, didn't var deməkdir əvvəldə.
Neither did, didn't deməkdir də. Demək, əvvəldə də didn't var. Və yaxud da burada neither did verib də, hə? Demək, əvvəldə nə var onda? Didn't. Cavab oldu C variantı. İndi but did verib. But var. Demək, burada nə var onda? Didn't var. Cavab oldu nə? B variantı. Deməli, növbəti sualda was able, burada to var gördüyümüz kimi. Could'dan to işləmir. Will'in B'si yoxdur variantda. Çıxdıq. Cümlə hansı zamandadır? Keçmiş. Keçmiş isə izi də çıxdıq. Cümlədə was able to, bir də qaldı wasn't able to. Although the pilot was badly hurt. Nədir orada? Baxmayaraq ki, pilot pis zədələnmişdi. He was able to explain what had happened. O nə baş verdiyini izah edə bildi. Bilmədi olmur da. Çünki baxmayaraq ki, deyirək əvvəldə. Baxmayaraq ki, olduğu mənası baxmayaraq ki deməkdir. Though-nun mənası da baxmayaraq ki deməkdir. Onu da yadda saxlayırıq. Though baxmayaraq ki. Will, B'si yoxdur. Sonra cümlə keçmiş zamandadır. İndikini çıxdıq. To varsa burada could'dan to işləmir. Cümlədə deyir ki, though there was heavy traffic, baxmayaraq ki, sıx nəqliyyat var idi yolda, biz vaxtında çata bildik, yoxsa bilmədik? Bildik. Baxmayaraq ki, dediyinə görə bildik. Başa düşdük, baxmayaraq ki, olmasaydı, onda bilmədik olardı. Düzdür İdris? Həzin nəyi yoxdur? Daha doğrusu var, amma yanında deyil də. Həzin tusu yanında deyilsə, demək bu nədir? Səhvdir. Had to necədir? Yanındadır. Had to necədir? Kənarda. Demək səhvdir. Have to necədir? Yanında. Demək nə oldu cavab? 2-4. Has to necədir? Has to hardadır? Uzaqda. Had to hardadır? Yanında. Had to hardadır? Uzaqda, yəni kənarda. Have ilə to'nun arasında heç nə girməyib. Demək bu düzdür. Cavab oldu. Müəllim, o have, has, had-lə to ayrılıqda heç vaxt işlənməz, yoxsa modal deyil. Modal deyil də, modal deyil. Əsas feil kimi işlənə bilər də. Have-dən sonra əgər to yanında gəlməyibsə, demək o modal feil deyil. Əsas feil. Bizim də şərtimiz odur ki, modalı seç. Modaldırsa əgər, have-lə to yan-yana olmalı. Have-lə to yan-yana deyilsə, demək o necə feildir? Əsas feil. Məsələn, we had a little time to make a report. Cümlə düzdür. Sadəcə modal deyil. Bayaqlar biz dedik onu. Bilməm, qulaq asmasın. Yəni cümləmiz səhv deyil. Sadəcə modal deyil. She has a lot of project to work at. Onun çoxlu layihələri var üzərində işləməli. Və yaxud da we had a little time to make a report. Bizim məruzə hazırlamaq üçün az vaxtımız var. Yəni burada hədin mənası var olmaq deməkdir. Yəni malı-məli deyil də. Növbəti suala keçdik. Növbəti sualda nə var? Deməli burada to var. Gördüyümüz kimi to var. Deməli hadn't to olmur. Will'in B'si yoxdur. Haven't to olmur. Won't be able to olmalıdır. B'si yoxdur. Qaldı cavab A. Növbəti sualda ought-ların to'su yoxdur. Yəni ikinci boşluqdadır da ought-larımız. Daha sonra should-la to işləmir. Bunu da çıxdı. Cümlədə deyir ki, bildiyi belə qərarları, heç vaxt belə ciddi qərarları consult məsləhətləşmək deməkdir. Decision qərar deməkdir. Serious ciddi deməkdir. Manager də müdir deməkdir. Müdiri ilə məsləhətləşməmiş belə qərarları verə bilmir heç vaxt. So, ona görə də gərək onunla məsləhətləşsin, yoxsa məsləhətləşməsin. Məsləhətləşsin, onda should olar da, yəni needn't olmaz. Növbəti sualda because-dan sonraki cümləni oxusaq, their school doesn't require. Require sözün mənası tələb etmək deməkdir. Onların məktəbləri tələb etmir. Mənim uşaqların məktəb forması geyinməlidir, yoxsa geyinməməlidir? Yəni geyinməyə ehtiyac yoxdur. Needn't, don't have to. Cavab oldu nə? 2-3. Yəni have to-nun inkarında ehtiyac yoxdur kimi tərcümə olunur adətən. Yəni etməyə ehtiyac yoxdur kimi. Növbəti sualda hadn't to yenə olmur. Bunu çıxdıq variantdan. Cümlə went keçmiş zamandadır deyə need indiki zamanda uyğun gəlmir. Sonra cümlədə deyir ki was able to var ya, was able to. Nəyə bərabərdir uşaqlar? Could-da. Had to da had to-ya bərabərdir. Onda aynen C birbirine bərabərdir. Cavab oldu nə variantı? Tərcümə etmədən elədik. Diana deyir, New York'a geri qaydanda o vizasını genişləndirə bildi. Extend genişləndirmək, yəni vaxtını artıra bildi. So, ona görə də apply müraciət etmək. O yeni birinə müraciət etməlidir, yoxsa etməməlidir? Etməməlidir. Didn't have to etməyinə ehtiyac yoxdur. Yəni have to-nun inkarına ehtiyac yoxdur kimi tərcümə edir adətən. Don't have-in to-su yoxdur. Haven't to özü ilə düzəlmir. Have-in to-su yoxdur. Cümlədə indi nə deyir orada? We
have to, məsəl üçün, have to do work as soon as possible. Biz deyir işi mümkün olduğu qədər tez bitirməliyik. Biz gərək vaxt itirməliyik. Olmaz axı. Necə olar? Biz işi vaxtında bitirməliyik. Biz vaxt itirməməliyik. 60-a qədər sizə vermişdik də, hə? 60-a qədər onda indirik, izah elədik. Geri qalanını növbəti dəfə izah edərik uşaqlar. Uğurlar hər birinizə inşallah. Deməli belə. Biz burada recordingi dayandırsaq.